Yəni arxadan vurulan xəncər və zərbə Qəzzəyə kömək etməyən Türkiyə hakimiyyəti çox rahat şəkildə bu təkfirçilərə kömək edir və adını qoyur ki, bəs burada müxaliflərdir də və nəcür olmalıdır, mən onlara kömək etməliyəm. Qəzzədə ancaq Netanyahunu hədələyən və vədələr, şüarlar verən bir hakimiyyət burada isə sadəcə şüar vermir və Əsədi təhdid eləmir, xeyr, meydana girir. Bunları dronlarla təchiz edir. Baya baxırdım, görürəm Türkiyə hökumətinin kanallarından biri deyir ki, bəs siz deyirsiniz ki, İdlibdə olan qüvvələr nə Qəzzəyə kömək etmədi? Məgər bunların məsələn dronları vardı, nə ilə kömək edə bilərdilər? Versin Türkiyə hökuməti bunlara dron. Məgər demir, məndə Akıncı var, filan var, Bayraktar var, verəydi bunlara. Və indi niyə verir? Edə bilməzdi ki, bunları bu silahlarla təchiz etsin və bunlar da İsrail rejiminə hücum etsin. İraqda Şiə müqaviməti hücum edir, bunlar hücum edə bilməzdi. İndiyəcən bir zərbə endirə bilməzdilər. Bunu etməyiblər.